Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Növbəti 2 gündə güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 28-i 29-unda Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti sarı xəbərdarlığa uyğundur. Qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında Naxçıvan Muxtar Respublikası, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Dərdəm, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək. Küləyin sürəti 13,9, 20,7 metr/saniyə təşkil edəcək. Diqqətli olun, özünüzü qoruyun. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılır. Bu barədə Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlıların Həmrəyliyi günü və yeni il bayramı münasibətlə verilməsi nəzərdə tutulan 200 manat məbləğində birləfəlik maddi yardım ödənilməsi həyata keçirilir. Vətəndaşlar vəsaitini plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Xeyirli olsun.